Salam olsun hər kəsə. Demək 2025-ci ildə 4-cü qrup qəbul imtahanına düşmüş nəsil ağacından belə bir sual var. İstəyirəm ki, onu izah edeyim. Deməli, sualda bizə deyir ki, nəsil şəcərəsində insanların qan qruplarının fenotipləri verilmişdir. Nə gözəl. Rəqəmlərlə işarə olunmuş hansı insan qan qruplarının genotipini dəqiq təyin etmək olmaz. Baxırıq ki, biz ümumiyyətlə nəsil söhbətində dairəni xanımla, kvadratını isə kişi kimi götürürük yəni. Biz 4-cü qrupa malik bir xanımla 4-cü qan qrupa malik bir xanımla bilirik ki, 4-cü qrup AB kimi göstərilir. 2-ci qrupa malik olan bir kişinin yaxın görürük. İkinci qrup necə ola bilər? Ya homozigot ola bilər, ya da heterozigot ola bilər. İndi hər ikisini götürürük, baxırıq görək hansından 2-ci və 3-cü qan qruplarına malik insanlar alına bilər. Əgər biz homozigotu götürsək, alınacaq 2-ci, yəni AA, bir də 4-cü qan qrupuna malik olan insanlar. Deməli, AA-nı götürməyəcəyik. Çünki burada bizə 2 ilə 3 verib. Deməli, AA olmayacaq. Nəyi götürəcəyik? Heterozigotu, yəni A0-ı götürəcəyik. Deməli, götürdük A0-ı. A0-ı götürsək, nə olacaq? A0. Daha sonra AB, B0. Yəni, bax, birinci, daha doğrusu bunlar hər ikisi 2-ci qan qrupuna malik olan insanlardır. 4-cü və 3-cü qan qrupuna malik olan insanlar alınır. Və bizə də uyğun gəldi, yəni 2 ilə 3 əmələ gəldi. Deməli, biz 3-cü qan qrupuna malik olan insanlardan isə, məsəl üçün, burada indi onu deməmişdən əvvəl qonuda qeyd edeyim ki, qan qrupun genotipini dəqiq təyin etmək olmaz. Bu 2-ci qan qrupu, bir də deməyir 2-ci qan qrupu. Bu 2-ci qan qrupu AA-da ola bilər, A0-da ola bilər, düzdür? Yəni, bunları biz dəqiq təyin edə bilmirik. Ona görə də bunu saxlayıram. Biri götürdük, biri cavab kimi götürürük. İndi davam edirik 2 ilə. 3-cü qan qrupuna malik olan insan da burada görürük ki, bir dənədir, B0-dır. İndi onu götürürük, çəkirik. Yəni, bunu beləncə çəkməkdə məqsədim daha aydın başa düşməyimizdir. B0-ı götürürük, altdan yazırıq. B0. B0, yəni 3-cü qan qrupuna malik olan insanla 2-ci qan qrupuna malik olan insan evlənib. Yəni, 2-ci qan qrupu yenə də AA-da ola bilər, A0-da ola bilər. İndi baxırıq, görək, hansıdır bu? Əgər AA olsa, nə olacaq? AB ilə A0 alınacaq da, yəni 2-ci və 4-cü qan qrupuna malik olan insanlar. Amma burada 3 ilə 4-də nədir? 4-cü və 3-cü qan qrupuna malik olan insanlar. Mənə AA deyil. AA deyil. İndi A0-ı götürək. A0-ı götürsək, nə alınacaq? AB, B0. A0, 0, 0. Yəni orada fərqi yoxdur. Nə deyirsiniz deyin. Deməli, 4-cü qan qrupuna malik olan insan alındı, 3-cü qan qrupuna malik olan insan alındı, 2-ci və 1-ci qan qrupuna malik olan insanlar alındı. Yəni 4-ü də alındı. Yəni 4-cü və 3-cü qan qrupuna malik olan insanlar alındı. Bəli, B0 3-cü dəqiqdir, 4-cü qan qrupu dəqiqdir. Deməli, burada yalnız cavabımız oldu nə? Dairənin içində, yəni 1 olan, 1 rəqəmi ilə işarələnmiş 2-ci qan qrupu. Yəni, bilmədik, həm ya AA-dır, bilmədik, yoxsa A0-dır. Aydın oldu. Ümid edirəm ki, bunu başa sala bildim və siz də başa düşdünüz. Nə aydın olmadısa, şərh bölməsinə də qeyd eləyərsiniz. Sağ olun, salamat qalın.